Mən Laçın rayon keçmiş məcbur köçkün Mamedov İlqar Abdulaloğlu. Çətin şəraitdə yaşayırıq. Evimizin bax şəraiti budur. 3 nəfər ailədə bu köhnə bir evdə yaşayırıq hal-hazırda. Evimizin şəraiti yoxdur. Evimiz bu fason divarlar çatlayıb. Az vaxta uçqun gözlənilir. Şəraitimiz budur. Qaçqın koma çox yerlərə müraciət eləmişik, heç bir nəticə vermir. Xahiş edirəm, bunu aidiyyatı qurumlara göndərəsiz, çəkilişi. Bizim evimizin şəraitini görə bəlkə bizə ev verələr. Bir dəfəlik bu evdən üzümüz qutaraq. Şəraitimiz budur. Belə şəraitdə yaşayırıq. Suyumuz yox, qazımız yox. Bir dənə işığımız var, o da hərdən də kəsilir, günlərlə onu da görmürük. Şəraitimiz bax budur. Bu şəraitdə yaşayırıq.